Değerli yoldaşlar, Roma Respublikasının işğalları. Roma Respublikası nə vaxt mövcud olub? Eramızdan əvvəl 509-cu ildən eramızdan əvvəl 27-ci ilə kimi. Roma Respublikası ilk olaraq tayfaların ərazisindən başladı. İtaliyada 10 əsas tayfanın ərazisini işğal etdi. Ondan sonra eramızdan əvvəl 3-cü əsrin əvvəllərində, baxın, eramızdan əvvəl 3-cü əsrin əvvəllərində bütün İtaliyanı işğal elədi. Yəni İtaliya artıq keçdi Romanın əlinə. Sonra parçala hökmranlıq et deyə belə bir ifadə yazmışıq. Bu Roma siyasətidir. Onlar tayfalar arasında ədavət yaradırdılar və onların Romaya qarşı birləşməsinin əngəlləyirdilər. Sonra onları tək-tək məğlub edirdilər, tabe edirdilər. Fir qələbəsi deyilən bir ifadəmiz də var burada. Deməli, Roma İtaliyanı işğal edir. Deməli, Yunan şəhər dövlətlərinə, Yunan şəhərlərinə qarşı hərəkət edir. Bu zaman oradakı hökmdarlardan biri Pir öz qoşunu ilə, onun deməli 22 minlik qoşunu var idi, döyüş filləri var idi. Gəlir Roma ordusunun üzərinə, bir neçə dəfə Roma ordusunu müxtəlif yerlərdə məğlub edir. Lakin bir də ayılır görür ki, onun heç qoşunu düzəməlli qalmayıb. Qoşunun əksər hissəsini itirib. Orada belə bir ifadə işlədir. Pir ki, deyir, əgər mən bir də vuruşası olsam, mənim heç ordum qalmayacaq. Yəni, məğlubiyyətə bərabər qələbə anlamına gəlir Pir qələbəsi. Dəyərli yoldaşlar, Pun müharibələri. Pun müharibələri eramızdan əvvəl 264-cü ildən 146-cı ilə kimi davam edir. Kimlər arasında olub? Hansı dövlətlər arasında? Roma ilə Karfagen arasında, Roma Respublikası ilə Karfagen arasında. Karfagen bilirik ki, Finikiyalıların deməli Şimali-Qərbi Afrikada yaratdığı ilk koloniyalardandır və o koloniyada sonra qüdrətli dövlətə çevrilir Aralıq dənizinin qərb sahilində. Nəticədə Roma Respublikası ilə Karfagen arasında anlaşılmazlıq yaranır. Səbəb nə olur? Siciliya adası hər ikisinə vacib idi, hər ikisi Siciliya adasını istəyirdi. Eyni zamanda Aralıq dənizinin qərbində ağalıq etmək uğrunda mübarizə aparırdılar. Bu müharibəyə çevrildi. Nəticədə Roma qalib gəldi, Karfagen məğlub edildi. Siciliya əlavə olaraq Sardiniya, Korsika adaları Roma Respublikası tərəfindən işğal olundu. Aralıq dənizinin qərbində ağalığı Roma etməyə başladı. Qərbdə vəziyyəti qaydaya salandan sonra deməli Roma Respublikası şərqə yönəldi. Azərbaycan tarixindən 190-cı il eramızdan əvvəl Maqneziya döyüşündən xəbərimiz var. Yəni Suriya Selevkilər dövlətinin ordusu məğlub edilir Maqneziya döyüşündə. Ondan sonra eramızdan əvvəl 146-cı ildə Yunanistan və Makedoniya məğlub edilir. Tam Yunanistan-Makedoniya ərazisi işğal edilir. Deməli, artıq eramızdan əvvəl 2-ci əsrdə Aralıq dənizinin tam olaraq ətrafında ən qüdrətli dövlət Roma Respublikası olur. Deməli, sərkərdələr ki, bu işğalçı müharibələrdə qələbələr qazanırdı, onlar ölkəsinə qayıdır, yəni Romaya qayıdıb triumfla mükafatlandırılırdı. Nədir bu triumf? Yəni 4 at qoşulmuş ordusu ilə deməli şəhərə daxil olur, Romaya daxil olur, xüsusi qarşılanır onlar. Yəni bu qalib sərkərdəyə aid idi. İşğal olunmuş ərazilər əyalətlərə çevrilirdi, əyalətlərə və onları canişinlər idarə edirdi. Roma dövrünün ən deməli çox qul olan ölkəsidir. Yəni quldarlığın inkişaf zirvəsi Romadadır. Qulları adlandırırdılar danışan alətlər. Biraz müqayisə üçün deyək ki, nəyə görə danışan alət adlandırırdılar? Məsələn, o dövrdə kəlləri adlandırırdılar böyürən. Əmək alətlərini adlandırırdılar dilsiz, qulları adlandırırdılar danışan alət. Yəni qulları danışa bilən alət, onlara da alət kimi baxırdılar. Ən böyük qul bazarı Egey dənizində yerləşən Delos adasında idi. Ən böyük qul bazarı Egey dənizində Delos adasında. Deməli, Romada əyləncəli bir tədbir var idi. Bu, qladiator döyüşləri idi. Yəni, Roma əyanlarının, varlılarının, yuxarı təbəqəsinin bir növ əyləndiyi qladiator döyüşləri idi. Qladiator sözü qılınc mənasına gəlir.
eramızdan əvvəl 3-cü əsrdə Roma Respublikası dövründə başlayıb qladiator döyüşləri. Bu döyüşlər üçün amfiteatrlar tikilirdi, yəni böyük teatrlar, böyük səhnələr tikilirdi və arena adlanan qumla örtülmüş döyüş yeri, yəni döyüş səhnəsi, döyüş yeri hazırlanırdı. Deməli və orada qullar xüsusi məşq edilir, hazırlaşdırılır, iri gövdəli bədənli qullar və bir-birindən vuruşdurulurdu. Burada da ki, qalib gələnin, məğlub olanın, daha doğrusu məğlub olanın aqibəti tamaşaçılardan asılı idi. Tamaşaçılar əgər belə baş barmaqlarını yuxarı saxlayırdılarsa, onda qalib məğlub olanı öldürmürdü, yəni sağ buraxırdı. Əksinə bu formada saxlayırdılarsa, onda qalib məğlub olanı öldürürdü. Yəni məğlub olanın aqibəti tamaşaçıların rəyindən asılı idi. Keçirik daxili məsələlərə. Tiberi Qrak. Tiberi Qrak kimdir? Xalq tribunudur. Biz nə demişdik? 3-cü əsrdə plebeylər özlərinin xalq tribununu seçmək, üzr istəyirəm, 5-ci əsrdə, 5-ci əsrin əvvəllərində özlərinin xalq tribununu seçmək hüququnu qazanmışdılar. Nəticədə onlar Tiberi Qrak'a qədər müxtəlif xalq tribunları seçmişdilər. Amma Tiberi Qrak'da biraz məsələlər fərqlidir. Eramızdan əvvəl 133-cü ildə Tiberi Qrak xalq tribunu seçilir, dərhal plebeylərin xeyrinə hərəkətə keçir. Nə edir? 3 əsas ana addım atır. 250 hektardan artıq çox olmaz prinsipi ilə torpağı varlılardan alır. Varlılara bildirir ki, sizin 250 hektardan artıq torpağını olması mümkün deyil. Çünki torpaqsızlaşmış kifayət qədər kəndimiz var. Və artıq torpağı varlılardan alır, kəndlilərə paylayır. Kəndlilərə də, deməli, bu yoxsullara torpaq ki paylayır, onları da bu şərtlə paylayır ki, satıla bilməzdir. Yəni, sabah varlı gəlib kəndlinin pay torpağını ondan deməli, ödəniş hesabına olsa belə ala bilməsin. Yəni, bunun üçün qanunvericilikdə dəyişiklik eləyir. Amma bu əlbəttə ki, Roma Respublikasında əyanların, senatın xoşuna gəlmir və onlar Qay-Qraxı padşah olmaq istəyir, fikrindədir belə şərləyirlər və qoşun yeridirlər. Deməli, Tiberi Qraxı öldürürlər. Tiberi Qraxdan sonra tribun seçilir. Eramızdan əvvəl 123-cü ildə Qay-Qrax Tiberi Qraxın qardaşıdır. Buna Qrax qardaşlarının islahatları da demək olar. Qardaşının islahatlarını davam etdirən Qay-Qrax əlavə olaraq dövlət anbarlarından yoxsullara ucuz taxıl da paylamışdı. Yəni, daha doğrusu ucuz qiymətə satmışdı. Nəticədə Qay-Qraxın aqibəti də elə Tiberi Qrax kimi olur, o da öldürülür. Spartak üsyanı. Artıq Roma Respublikası tənəzzül dövrünü yaşayır. Quldarlıq o qədər inkişaf edib ki, yəni qullar o qədər artıb ki, deməli, ölkənin təsərrüfatı geriliyir. Çünki qul çox işləmək istəmir, əmək alətlərini sındırır, sahibkara zərər vurmaq istəyir, çünki onun heç bir hüququ yoxdur, o sadəcə danışan alətdir və bu narazılıqlar qladiator məktəblərində də baş qaldırırdı. Deyək ki, məsələn, Kapuya şəhəri var idi. Kapuya şəhərində çox böyük bir qladiator məktəbi var idi, qladiator məktəbi. Yəni, orada qullar döyüşdürülürdü, bir-birindən hazırlanırdı. Deməli, bunların başçısı Spartak idi. Eramızdan əvvəl 74-71-ci illərdə həmin bu Kapuya şəhərinin qladiator məktəbinin qulları Spartakın rəhbərliyi ilə üsyan qaldırdılar. Üsyanın əsas gedişatı, əsas möhkəmlənmə yeri Vezuvi dağıdır. Vezuvi dağı. Deməli, Vezuvi dağında hətta belə bir səhnə haqqında məlumat verilir ki, Roma Respublikası qoşun göndərir. Deməli, Spartak öz tərəfdarları ilə Vezuvi dağında deməli, sığınacaq tapıblar, oradan hücuma hazırlaşırlar. O dağdan da bir cığır var, yəni o dağa dırmaşmaq üçün bir cığır var, oradan düşmək üçün də elə həmin cığırdan istifadə olunur. Başqa yerdə mümkün deyil, çünki sıldırımdır. Və Roma Respublikasının qoşunları, nizami ordu həmin o cığırın ətrafını mühasirə eləyir ki, bunlar buradan düşə bilməsinlər də. Deməli, Spartak nə addım atır? Spartak üzüm tənəklərindən nərdivan hördürür
və dağın əks tərəfi, hansı ki sıldırım tərəfindən oradan düşürlər qullar və qəfildən Roma ordusunun üzərinə hücum edib onları darmadağın edirlər. Bundan sonra Roma Respublikası Kras və Pompeyin başçılığı ilə iki istiqamətdə ordu göndərir. Nəticədə Spartak eramızdan əvvəl 71-ci ildə məğlub edilir. Spartakın bir niyyəti var idi ki, o deməli Siciliya adasını zəbt eləsin və orada möhkəmlənsin, ancaq alınmır və Spartak məğlub olur. Deməli, eramızdan əvvəl 53-cü ildə artıq Spartak məğlub olub 71-də. Roma şərqə doğru, Roma Respublikası şərqə doğru yürüşlərini davam elətdirir. Eramızdan əvvəl 53-cü ildə Karra döyüşü var. Karra döyüşü Azərbaycan tarixindən sizə keçmişəm. Karra döyüşündə Roma məğlub olur. Kimə? Parfiyaya. Diqqət edin, Karra döyüşündə. Roma bunun qisasını nə vaxt alır? Eramızdan əvvəl 38-ci ildə döyüşdə. Qisas alır, Roma qalib gəlir Parfiyaya. Yəni, bu döyüşün əksi olaraq, Karranın əksi olaraq. Bu gedişatda nələr baş verir? Biraz diqqət edək. Deməli, bu sərkərdələr, məsələn, Kras, Pompey və başqaları, Sezar, bunlar daimi müharibələr aparır. Roma Respublikasının apardığı müharibələri əsasən bu sərkərdələr aparır. Bu sərkərdələr döyüşçülərlə o qədər təmasda olur ki, o bəxşişlərdən, qənimətlərdən onlara payladıqca onlar arasında sədaqət formalaşır və artıq Roma əsgəri Senata, Respublikaya sadiq deyildi, ancaq o sərkərdəsinə sadiq idi. Bu da sərkərdələrdə hakimiyyətə gəlmə fikrini formalaşdırırdı. Nəticədə nə olacaq? Vətəndaş müharibələri olacaq. Eramızdan əvvəl 49-30-cu illərdə Romada vətəndaş müharibəsi dövrüdür. Əsas iştirakçılar Kras, Pompey, Sezar. Kras, Pompey, Sezar. Deməli, Sezar kimdir? Sezar bilirik ki, sərkərdədir, uğurlu qalibiyyətli müharibələr aparır və nəticədə özünün konsul seçilməsinə nail olur. Konsul seçildikdən sonra konsulluq müddəti ki bitdi, ondan sonra Senat onu Qalliyaya canişin təyin edir. O zaman Qalliya indiki Fransa ərazisidir. Deməli, o zaman Qalliyanın ancaq bir hissəsi Roma tərəfindən işğal olmuşdu, əksər hissəsi qalmışdı. Sezar qoşunu ilə gedir Qalliyaya, canişin təyin olunub, bütün Qalliyanı işğal edir. Bu, onun daha da nüfuzunu artırır. Nəticədə Qalliyanın tam işğalından sonra Sezar belə bir fikrə düşür ki, konkret ordusunu toplasın, Roma şəhərinə geri dönsün və Roma Respublikasında hakimiyyəti ələ alsın. Bunun üçün o, götür-qoy etdikdən sonra tarixdə belə bir ifadə var, püşk atılmışdır ifadəsini işlədir. Eramızdan əvvəl 49-cu ildə Rubikon çayını keçir. Yəni, Qalliyanın cənubuna doğru hərəkət edir. Bu zaman Senat Pompeyin rəhbərliyi ilə Romanı müdafiə etmək planı yeridir. Yəni, Pompeyə tapşırılır ki, sən Roma şəhəri müdafiə ilə, Sezar gəlir. Amma Sezar çox sürətli hərəkət etdiyindən Pompey bunu təşkil edə bilmir. Nəticədə Sezar qalib gəlir və Roma şəhəri ələ keçirilir. Sezar Roma Respublikasında hakimiyyəti tam ələ keçirilir. Senat onu ömürlük diktator adlandırır. Ömürlük diktator. Bunu harada görürük? Onun tək hakimiyyətə sahib olmasını. Sezarın heykəli tanrıların heykəlləri ilə yanaşı qoyulurdu Romada. Pulların üzərində Sezarın təsviri var idi. Amma Sezar Respublikaya son qoymamışdı. Yavaş-yavaş irəli getdikcə, hakimiyyətini daha da möhkəmləndirdikcə, diktator Sezar istədi ki, hakimiyyəti irsi keçməklə monarxiya tipli bir idarə üsuluna çevirsin. Yəni, irsi hakimiyyət qursun, amma bu alınmadı. Sezarın deməli, yaxın dostu Brut ona qarşı sui-qəsd təşkil etdi, senatorlarla bir yerdə, yəni senatda müşavirə zamanı, toplantı zamanı Brutun rəhbərliyi ilə sui-qəsdçilər 44-cü ildə eramızdan əvvəl Sezarı öldürdülər bıçaq zərbələri ilə. Amma Sezar özündən sonra varis kimi Oktavianı elan etmişdi, köməkçisi də Antoni idi. Sezarın bu sadiq dostları birləşdilər
onun deməli ona qarşı sui-qəsd təşkil edənlərin izinə düşdülər. Sui-qəsdçilərin bir hissəsi qaçdı ölkədən. Hakimiyyət qaldı Oktavianla Antoni arasında Romada və Roma iki yerə ayrıldı. Şərq əyalətlərinə Antoni rəhbərlik elədi, qərb əyalətlərinə Oktavian rəhbərlik elədi. Antoni getdi Misirə, çünki şərqə rəhbərlik eləyir. Misir o vaxtı Romanın əyalətlərindən biri idi. Gəldi Misirə. Kleopatra ilə evləndi, ailə qurdu. Daha doğrusu elə Misiri Antoni ələ keçirir eramızdan əvvəl 32-ci ildə, yəni belədir. Və İskəndəriyyə şəhərində yaşamağa başladı. Amma çox çəkmədi. Eramızdan əvvəl 31-ci ildə bu iki dost, yəni Antoni Oktavian arasında ümumilikdə Romaya rəhbərlik etmək uğrunda müharibə başladı. 31-ci ildə Aksiburnu yaxınlığında döyüşdə Oktavian qalib gəldi, Antoni məğlub oldu. Dəyərli yoldaşlar, Oktavian Antonini məğlub etdikdən sonra eramızdan əvvəl 30-cu ildə, yəni bir il sonra həmin bu Oktavian İskəndəriyyə şəhərində tutdu və ümumilikdə şərq əyalətlərində qərbə birləşdirib deməli Misiri də öz əyalətinə çevirdi. Oktavianın tək hakimiyyətlilik dönəmi başladı. Nə vaxt eramızdan əvvəl 30-cu ildə və Respublikanın sonu gəldi. Birazdan eramızdan əvvəl 27-ci ildə gələn slaydımızda Roma imperiyasından danışacağıq. İlk Roma imperatoru da eramızdan əvvəl 27-ci ildə Oktavian olur. Dəyərli yoldaşlar, izləmədə qalın, keçirik qədim Roma mövzusunun 3-cü hissəsinə.